Sabahınız xeyir olsun, hörmətli Şahidim TV izləyiciləri. Bildiyiniz kimi biz bu günlərin 29 oktyabr 2025-ci il tarixində Qaradağın Rövqatan qəsəbəsində yerləşən Şəhidlər Xiyabanındayıq. Bu günlərim qəhrəman şəhidimiz Eyvazlı Məzdək Əloğlunun 5-ci il dönümüdür. Artıq 5 ildir ki, şəhid qardaşımız Allah dərgahında şəhadətə, şəhidlik zirvəsinə ucalmışdır. Allah Teala şəhidimizin valideynlərinə səbir versin, Allah səbrinizi versin deyirik. Mən Azərbaycan Respublikası şəhid ailələri, əlilləri və müharibə veteranlarına müdafiəsi İctimai Birliyi sədri Tahir Məmmədov adından və həmin İctimai Birliyin İctimai İşlər üzrə müavini olaraq və Şəhidin TV'nin rəhbəri olaraq Şəhidin TV kollektiv adından da sizlərə Allah'tan səbir dilirik. Allah səbrinizi versin deyirik. Başınız sağ olsun, vətən sağ olsun deyirik və Məzdək qardaşımın və Məzdək qardaşımın timsalında bütün şəhidlərin Allah Teala məkanın cənnət məqamlarını söyləsin. Biz özünüz bilirsiniz, heç vaxt şəhidlərə rəhmət demirik. Nəyə görə? Çünki şəhidlər ölmür. Şəhidlər ölmür, şəhidlər ölməz, vətən bölünməz. Ona görə də biz hər zaman şəhidlərimizə salam olsun deyirik. Və mən elə bu anda istərdim ki, qəhrəman şəhidimizin valideynləri olaraq bizim Şəhidin TV izləyiciləri üçün Şəhid Məzdək qardaşımız barəsində məlumat verərdiniz ki, nə vaxt hərbi xidmətdə olub, nə vaxt gedib və harada şəhid olub, bu barədə izləyicilərimiz məlumat olsun. Buyurun. Məzdək, mən 1996-cı il 26 fevralda anadan olub. O dövrdən 26-sında o zaman hadisələrindən sonra ümumiyyətlə ad günü keçirilmir. Keçirilir ya 26-sından əvvəl, ya 26-sından sonra. Yəni 26 tarixində heç vaxt ad günü keçirilmir. Özü də heç yaşı dolandan sonra, müəyyən yaşını satandan sonra özü də istəməyib bir şey. Bəli, Xocalı soyqırımına təsadüf elədiyinə görə heç zaman keçirir. Həmişə dostlarımla belə o 26-sından sonra qeyd edib və ad gününü. Dayısı da şəhid oldu. Birinci Qarabağ müharibəsində. Allah məkanını cənnət etsin. Həmisi də iştirak edib. Birinci Qarabağ müharibəsində iştirak edibdir. Yəni, böyük məktəbdə Eşbatanda oxuyubdu. Sonra İqtisad Universitetinə qəbul olundu. İqtisad Universitetini qutarıbdı. Qutarımdan sonra da bir illik hərbi xidmətə getmişdi. Gədəbəydə Kulluğa geldi. Orada sərhəddə ilə Xasay sesindən sərhəddə perival var idi. Orada dayanırdılar. Bir dəfə şey elədi ki, gelmişdi. Nəsə bunun qaytarı şeylərdir. Aşağı düşürdülər. Qutarmağına bir ay qalmış. Elə bir şey qutarırdı. Bunun tabirine aşağı saldılar ki, yani rezerve keçməli. Bu sən gəlirdi, dedi ki, komandirə denən məni saxlasın. Mən də sən gələrdin, dedim ki, xahiş edirəm, saxlayın. Və yerində qalmaq istəyir, sərhədlə. Dedi, cəmaat aşağı düşmək istəyir. Sən oğlum, qabaqda qalmaq. Sabır ol. Sabır ol. Əvvəl sabır ol. Qarabağda belə də könüllü, ilanında könüllü yazılmışlar. Ola təşmir. 2020 ilanında könüllü yazılmışlar. 21 sentyabrda da təlimlərə salınır. 27-si günündə müharibə başlanan gündən müharibə. 28'inde haber geldi ki şehit oldu. 29'unda da gittik. Tamam, tapıştık. Allah sabrınızı versin.
Məzdək ailədən neçənci övladdır? Üçüncü. İki bacının bir qardaşı. Allah bacılarına da səbir versin. Məzdək qardaşımızın torpağı asanı sizlərə də, bacılarına da ömür versin Allah Allah. Allah səbrinizi versin. Ana, istər deyələr siz də çox ağır dərddir, bəli, ağır dərddir o. Ağır da olsa amba qürurlu bir hisdir ki, inanırsınız ki, döyüşənlərin hamısı o şəhidlik zirvəsinə ucalmaq istəyib, o şəhidliyə, şəhadətə ucalmaq istəyib, amba bu bir alın yazısıdır. Bizim özümüzdə döyüşlərdə iştirak olmuş, eləmişik, qaziyik, amba Allah-Taala o zirvəni bizlərə nəsib eləməyib. Bir daha Allah səbrinizi versin, məkanı cənnət, məqamı uca olsun şəhidlərimizin, şəhidlərimizə salam olsun deyirik. Hal-hazırda mənim yanımda Azərbaycan Respublikası şəhid ailələri, əlilləri və müharibə veteranları müdafiəsi İctimai Birliyinin baş idarənin nümayəndəsi Koroğlu müəllim buradadır. İstərdik Koroğlu müəllim də öz ürəyindən keçən sözləri bildirsin. Buyurun Koroğlu müəllim. Bizim bu şəhidlər haqqında anaları belə görəndə biz yaşamağı özümüz üçün çox çətin bilirik. Anaların gözü bu vəziyyətə qədər göz yaşları seviş göz yaşları ilə əvəz olunmalı idi. Amma bu həyat bizi belə dərdə qəmə saldı. Bizim qardaşımızın anasının sözü, anasında olan o ürək, onu bölüyəndə o balanın toyun, o baladan nəvə nəticə görən həyatı gözləyirdi. Bu cür bizi bugüne qoyan oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Analarımız Allah səbir versin, hamımızın balasıdır. Analar, biz də sizi kimi öz balamız, öz qardaşımız bilib, hamısı bizimdir. Allah bütün cəm şəhidlərimizə rəhmət eləsin. Allah sizə səbir versin, analar. Bəli, Koroğlu müəllimin sözünə qüvvət, şəhid yalnız sizin evdən yox, bu evdən, bu obadan gedir. Şəhidlər bütün Azərbaycan xalqının şəhididir. Və şəhidinə dəyər verən hər bir kəs bu günlərin şəhid valideynlərini heç bir vaxt tək buraxmayacaqlardır. Və şəhidlərimizi bacarmışıq ki, şəhidlərimiz arasında fərq qoymayaq. Çünki vətənimiz Azərbaycanın bir adı var. Azərbaycan, şəhidimizin də bir adı var, şəhid. Qazimizin də eynən. Ona görə də biz heç bir zaman şəhid sevərlər, vətənpərvərlər, şəhid valideynlərini heç bir zaman yalnız qoymamışıq, qoymayacaq da inşallah nə qədər ki ömür vəfa edir. Mən bu anda elə istərdim ki, Qaradağ rayon şöbəsinin sədri Yavuz müəllim də öz qəlbindən keçən sözləri desin. Yavuz müəllim, Azərbaycan Respublikası şəhid əlilləri və müharibə veteranları müdafiəsi İctimai Birliyinin Qaradağ şöbəsinin sədri kimi bu günlərin biz sizin rayondayıq, Qaradağ rayonunda Vətən qəsəbəsində yerləşir şəhid qəhrəmanındayıq. İstərdik siz elə ürəyinizdən keçən sözləri bildirərdiniz. Buyurun. Çox sağ olun. Yəni, mən özüm də bir şəhid atası kimi ürəyimizdən keçən sözləri siz də dedi. Koroğlu qardaşımız da dedi. Yəni, bu sözlər elə bir hamımızın ürəyindən keçir, amma onu ifadə eləməyə bəzən elə bir kədər imkan verməyir, sözü deməyə açıq ürəyinə. Yəni, bu illər keçir, 5-ci il, 5 il tamamdır. Bu 5 il ərzində biz hamımız elə bir ki, bu ailələr doğmalaşıb bir-birinə yaxın olur. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Allah səbir versin. Qaradağ rayon şöbəsinin müavini Ağabey müəllim də buradadır. Ağabey müəllim, buyurun.
Allah cəmi şəhidlərimizin yerini cənnətli eləsin. Allah qazilərimizin canı sağ eləsin. Veteranlarımızın canı sağ eləsin. Allah atasının, anasının canı sağ eləsin. Səbir versin Allah atasının, anasının. Amin. Amin. Siz biraz qıraat oturun. Rahmanallah men adi ve bil Fatiha. Allahümme salli ala ila rahmetillah. Allah cami şehitlerimize rahmet eylesin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. 5 il keçdi. Neçə belə 5 illiklər keçəcək. Onun xalqımızın xatirəsində bütün şəhidlərimizə əbədi yaşayır. Allah qazilərimizə can sağlığı, iştirakçılarımıza can sağlığı versin. Allah Ali Başkanlarımızı qorusun. Suverenliğimiz bərqərar olsun. Hamısı bu şəhidlərimizə dua bağlasın, canı bağlasın. Allah hamısına rəhmət eləsin. Süleyman müəllim, biz Şəhidin Sevə kollektiv olaraq hər zaman Rəhbatanda, Qaradağ rayonunda şəhid tədbirlərində iştirak edirik və hər zaman da sizi heç bir zaman şəhid ailələrinin tək buraxmırsınız. Hər zaman şəhid tədbirlərində, şəhid ailələrin yanında iştirak edirsiniz. Şəhidlərinizə dəyər verirsiniz, qiymət verirsiniz. Allah təala sizlərə də uzun ömür, can sağlığı versin ki, bu şəhid ailələr heç vaxt tək olmaz. Bəli, Allah can sağlığı versin sizə ki, hər zaman biz elə çəkiliş edən zaman, hər zaman sizləri tədbirlərdə görürük, əməkdaşlarımızla, nümayəndələrimizlə. Ümumiyyətlə, Azərbaycanımızda, vətənimizdə şəhidinə dəyər verən, qiymət verən, qeyrətli olan və qızlarımıza, başda məmurlarımız olmaqla, başda Ali Baş Komandanımız və birinci xanımız olmaqla hamımızla Şəhidin TV kollektiv adından təşəkkür edirik. Allah razı olsun sizlərdən. Amin ya Allah. Rahmanallah men adi ve Fatiha. Amin. Bismillahirrahmanirrahim. Allahümme Allah Teala. ila rahmetillah. Allah Teala rahmet. Allah rahmet. Allah rahmet. Amin ya Allah. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Yusabbihu lillahi ma fis semavati ve ma fil ard. El-Melikil Kuddusil Azizil Hakim. Huvellezî ba'ase fil ummiyyin rasûlen minhum yetlu aleyhim âyâtihi ويزكيهم ويعلمهم الكتاب والحكمة وإن كانوا من قبل لفي ضلال مبين وآخرين منهم لما يلحقوا بهم وهو العزيز الحكيم ذلك فضل الله يؤتيه من يشاء والله ذو الفضل العظيم مثل الذين حملوا التوراة ثم لم يحملوها كمثل الحمار يحمل أسفارا بئس مثل القوم الذين كذبوا بآيات الله والله لا يهدي القوم الظالمين
قل يا أيها الذين هادوا إن زعمتم أنكم أولياء لله من دون الناس فتمنوا الموت إن كنتم صادقين ولا يتمنونه أبدا بما قدمت أيديهم والله فينبئكم بما كنتم تعملون يا أيها الذين آمنوا إذا نودي للصلاة من يوم الجمعة فاسعوا إلى ذكر الله خير لكم إن كنتم تعلمون فإذا قضيت الصلاة فانتشروا في الأرض وابتغوا من فضل الله واذكروا الله كثيرا لعلكم تفلحون وإذا رأوا تجارة أو لهوا انفضوا إليها وتركوك قائما قل ما عند الله خير من اللهو ومن التجارة والله خير الرازقين صدق الله العلي العظيم وصدق وبلغ رسوله النبي الكريم ونحن على من الشاهر بالعالمين آمين 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 يا إله العالمين ما كان محمد صلى الله عليه وآله وسلم رسول الله وخاتم النبيين وكان الله بكل شيء عليما إن الله وملائكته يصلون على النبي يا أيها الذين آمنوا صلوا عليهم وسلموا تسليما اللهم صل على محمد وآل محمد إلهي أنا عبد لإمام حبه فرز علينا لو والي ولديه حسنا ثم حسينا سادة آل رسول هو مبعوث علينا جبل فانبجست من 12 عينا وصلى اللهم أشرف الأقدة الأنبياء والأولياء والشهداء والمرسلين والحمد لله رب العالمين آمين 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 يا إله العالمين آمين يا إله العالمين Şehidin dilinden deyirəm bir kəlmə Şehidin dilinden deyirəm bir kəlmə Bütün şəhidləri yad edəyin Əzizləm bu canam Güllədəydi bu canam Qoy nə qədər bəlalar var Gəlsin dəysin bu cana Dəyməsin doğma Azərbaycana Dəyməsin doğma Azərbaycana Bala mən gələn vaxtda sən yatmazdın Mən ürəyi qubar olan ana bağlatmazdım bala Bala Allah'tan bir arzum var Allah yerə salmasın ay balam Gözlərimdən göz yaşımı almasın Hansı evdə əskər gedən oğul var Bala anasının gözü yaşlı qalmasın Bala anasının gözü yaşlı Zadı küllü bu dünyaya dəyər Balanın bir baxışı mülkü Süleymana dəyər Bala bir güldü əzizan iman Bala bir güldü Gülüstanda ona tay olmaz Ana değer Allahümme belliğ mevsil tilavetil Suretil mübareketil şerifetin nazile
أول إلى الأرواح الجميع الأنبياء والأولياء والشهداء والمرسلين والحمد لله رب العالمين آمين 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 يا إله العالمين اللهم اغفر للمؤمنين والمؤمنات والمسلمين والمسلمات الأحياء منهم والأموات إلى روح المرحوم المغفور المعلومين وبحق محمد سورة المباركة şəhid Məzdək Əli oğlunun ruhu şad, şəhidimizin ruhu simasında cəmi şəhidlərimizin ruhları şad. Ey bağışlayan Allah və billu Fatihə məəzzə. Allahümmə salli ala Muhammedin və ali. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nestaîn. İhdina sıratal müstakîm. Sıratal lezîne en'amte aleyhim. Gayril mağdûbi aleyhim ve lad-dâllîn. Bismillahirrahmanirrahim. Kul huvallahu ahad. Allahu samad. Lem yelid ve lem yulad ve lem yekul lehu kufuven ahad. Allahümme salli ala Muhammed. İlâ rahmetillahi teâlâ. Allah Teala rəhmət eləsin. Allah ruhların bizlərə duası qərar versin. Allah yaxınlarına, əzizlərinə səbir kəramət versin. Allah cəmi şəhidlərimizin ruhların bizlər üçün duası qərar versin. Allah hamınızdan razı olsun. İnşallah bildiyiniz kimi Qaradağa gedəcəklər. Yəni ki, məmnun olacaq. Hörmətli Şəhidin TV izləyiciləri, hal-hazırda məzar başında qəhrəman şəhid qardaşımızın, Məzdək qardaşımızın təhsil aldığı İqtisadiyyat Universitetinin nümayəndələri buradadır. İstərdik, onlar da qəhrəman şəhidimiz haqqında xoş təəssüratlarını izləyicilərimizə. Buyurun. Şəhid Məzdək qardaşımız bizim Azərbaycan Dövlət İqtisad Universitetinin ən ali, zirvəyə ucalmış fəxri məzunlarındandır. Məzdək qardaşımızın timsalında bizim 2-ci Vətən müharibəsində və antiterror əməliyyatlarında 27 şəhidimiz var. Onların hər birini mütəmadi olaraq biz tələbələrimizə onların yazdıqları qəhrəmanlığı, onların yazdıqları tarixi aşılayırıq. Mütəmadi anım günlərində, doğum günlərində, anım tədbirlərində, zəfər tədbirlərində onların xatirəsini əbəd eləməyə çalışırıq. Bizim də, biz gənclərin də, bizim tələbələrimizin də borcu onları unutturmamaqdır. Şəhidlər unutulmaz. Allah bütün şəhidlərin ruhunu şad eləsin. Allah sizlərə də, gənc nəsil tələbələrə də uzun ömrünüzdən sağlığı versin ki, sizin universitetin məzunları olmuş, özünüz dediniz 27 şəhiddir. Onları heç vaxt unutmuşsunuz, hər bir bayramda mı, zəfər günündə mi, anım günlərində və mövlud günlərində həmin şəhidlərin, valideynlərin yanında olursunuz. Mən ümumiyyətlə xalqımızın şəhidinə dəyər verən, qiymət verən, qeyrətli oğlan və qızlarına şəhidlərimizi heç vaxt unutmadıqları üçün və unutulmadıqları üçün Şəhidin TV kollektiv olaraq və Azərbaycan Respublikası şəhid əlilləri, əlilləri və Marmuruzun müdafiyəsi ictimai bilginin sədrləri Mehmet Ovasından sizlərə təşəkkür edirik. Allah var eləsin sizləri ki, hər zaman şəhid valideynlərinin yanındasınız. Allah təala bir daha cəmi şəhidlərimizin, Məzdək qardaşımız başda olmaqla Məzdək qardaşımızın timsalında bütün şəhidlərimizin məkanını cənnət məqamlarını versin. Amin, amin. Və biz hər zaman söyləmişik ki, şəhidlərimizə salam olsun. Çünki şəhidlər ölməz, vətən bölünməz dediksə, şəhidlər o vaxt ölür ki, unudulanda Allaha şükür ki, bu nə vaxtı ki, qeyrətli xalq var, xalqımızın qeyrətli oğlanları, qızları var. Heç bir zaman şəhidlərimiz unudulmuyor, unudulmayacaqlar. Və gələcəkdə də çalışacağıq ki, heç bir zaman unutulmayalım. Allah var etsin. Sağ olsunlar, ümumiyyətlə İqtisad Universiteti başda ədalət müəllimi olmaqla dekanları Elman müəllim oldular. Hər gündə birinci günündən günəsən, həmişə yanımızda oldu, həmişə gəlirlər. Hər bir Azərbaycan xalqının övladlarının borcudur ki, şəhid valideynlərin yanında olar.
sizə mənəvi dəstək olar. Şəhid valideynlərinə heç bir şey lazım deyil. Sadəcə olaraq onların yanında olub, onlara mənəvi dəstək olmaq lazım. Allah var eləsin. Sizlərə də uzun ömür, can sağlığı versin ki, yaşayasınız ki, şəhidinizi də yaşadasınız. Şəhidin TV izləyiciləri, biz Rəfqatan Şəhidlər Xiyabanında 6 ayın əskəri olmuş şəhid Surxayev Yunus Rafiqoğlu'nun məzarı başındayıq hal-hazırda. Ayın 13-ü oktyabrda şəhid qardaşımızın mövludu olur. Çox təəssüflər olsun ki, biz həmin vaxtı başqa bir sektörlərdə olmuşuq. Elə istərdik ki, Qaradağ rayon şöbəsinin sədri Yavuz müəllim Yunus barəsində bildiklərini Şəhidin TV kollektivinə məlumat versin. Buyurun. Şəhid Surxayev Yunus Rafiqoğlu Qaradağ rayonunun Qobustan qəsəbə sakinidir. Uşaqlıq illəri orada keçib, burada dünyaya gəlir. Hərbi xidmətə girib, 20-ci ildə 6 ayın əskəri oldu. Bu dönemdə də o əskərə getmişdir. İkinci Qarabağ müharibəsi başlandı. Hər bir Azərbaycan oğlu kimi o da milli ordumuzun sıralarında düşmənə qarşı gedən vuruşlarda iştirak edib. Oktyabr ayının 13-də şəhadətə qovuşub. Yəni bütün şəhidlər kimi o da vətən qarşısında öz qanı ilə borcunu verir. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Və onun adı kimi həm bizdə ümumiyyətlə bu Qaradağ rayonunda bütün şəhidlərin anım günüdür, mövludlarıdır. Bunlar çalışırıq ki, yüksək səviyyədə keçsin. Bəli. Hamı yığışır bir yerə, hamımız çəkilişlər olur, siz də Yavuz müəllim, mən həqiqətən də fikir verirəm ki, sizin sözünüzə qüvvət. Mən fikir verirəm ki, həqiqətən də Lövbatan qəsəbəsində, Qaradağ rayonunda ümumiyyətlə şəhid ailələrinin birliyi çox güclüdür. Ümumiyyətlə mən hər zaman bu şəhid tədbirinə gələndə, şəhid çəkilişinə gələndə Lövbatanın qəsəbəsinə, bu şəhidlər qəbərinə və digər şəhidlərimizin məzarına gedəndə hər zaman şəhid valideynlərini bir görürəm. Mən qeyd edim ki, bəlkə də doğma qohumlar, yaxın qohumlar hər gün belə bir yerdə olmurlar ki, bizim bu qəhrəman şəhidlərimiz bu ata-analarını bir-birinə doğma ediblər. İndi də Şəhidlər Xiyabanında olduğumuz zaman biz fikir verdik ki, anamız bütün şəhidlərimizi ziyarət elədi və Yunus qardaşımızı da şəxsən ziyarət etdi.
mən belə həqiqətən də mənə çox gözəl təəssürat bağışladı ki, Ürəkbatanda Qaradağ rayonunun ümumiyyətlə şəhid ailələri heç bir şəhidinə fərq qoymur. Hamısını doğma balası bilir. Şəhidlərin hamısı öz balaları olaraq bilirlər. Allah sizləri var eləsin. Allah Taala cəmi şəhid valideynlərinə uzun ömür, can sağlığı versinlər. Yaşasınlar ki, yaşasınlar. Tahir müəllimlə bir söhbətim oldu. Orada indi gələcəyə mən belə planlaşdım. Fikrim var ki, bizim bu şəhidlərin anım günündə, mövludunda qabaqcadan elə bir tədbir layihəsi hazırlayar. Əsas onların oxuduğu məktəblərdə gedək, orada şagirdlər onlar haqqında şeirlər hazırlasın, mahnılar hazırlasın. Belə tədbirlərdə gəlib iştirak edəsin. Orada hamılar Yaxşı olar. Yəni düzdür, biz həmişə deyirik ki, şəhidlər ölməzdir, vətən bölünməz, şəhidlərin yeri cənnətdir. Bu heç bu dini nöqteyi nəzərdən gedir. Amma şəhidin yeri onda cənnət olur, onun oxuduğu məktəbdə, onun yaşadığı küçələrdə, onun yaşadığı binanın qabağında, orada ağacı gül çiçək əkəsən, yaşıllar ola, bax cənnət bu olur. Gələn görsün ki, bax şəhid bu binada yaşayıb, bu bina sakinləri ola necə Çox gözəl fikir. Yəni inşallah ömür vəfa eləsə, Allah sizlərə uzun ömür, can sağlığı versin. Ümumiyyətlə bütün şəhid valideynlərinə ki, ürəyinizdə olan bütün arzuları həyata keçirə biləsiniz inşallah. Hörmətli tədbir iştirakçıları, ilk öncə mən sizin hamınızı bir olan Allah'ın adıyla salamlayıram. Bugünkü bugün Qaradağ Şadlıq Sarayında qəhrəman şəhidimiz Eyvallı Məzdək Əloğlunun 5-ci il dönüm mərasimi keçirilir. Və mən ilk öncə burada oturan bütün şəhid valideynlərin qarşısında baş əyirəm. Allah Taala'dan onlara səbir diləyirəm, Allah səbrinizi versin deyirəm. Və Azərbaycan Respublikasının suverenliyi uğrunda şirin canlarından keçmiş, şəhadətə yüksəlmiş, şəhidlik zirvəsinə uzalmış şəhid qardaşlarımızın əziz xatirəsini yad etməkdən ötürü bir dəqiqəlik sükutla yad ediyor.
hörmətli tədbir iştirakçıları, mən ilk öncə şəhid valideynləri adından hər zaman şəhid valideynlərinin yanında olan, onlara mənəvi dayaq olan və bugünkü bu məclisin ərsəyə gəlməsində yaxından köməklik göstərən Qaradağ restoranının rəhbəri Hacı Nizam müəllimə və onun kollektivinə özlərinin təşəkkürümüzü bildiririk. Allah Hacı Nizam müəllimə və onun kollektivinə uzun ömür can sağlığı versin və məclisimizə aparmaqdan ötürü sözü Hacı Aydın qardaşımıza veririk. Buyurun Hacı. Bismillahirrahmanirrahim. Bağışlayan və mehriban Allahın adıyla bura cəm olan dəyərli əzizlərimiz, qonaqlarımızı salamlayırıq inşallah. Bizim əzizimiz neçə illərdir, hər il bu günü bahəm qeyd edirik, dəyərli şəhidimiz Eyvazlı Məzdək. Allah onun ruhunu şad eləsin. Allah o dilimizdə ki bir söz var, məkanın cənnət eləsin, zatən məkanı cənnətdir. Hər bir şəhidlərimizin Allah onların ruhların bizlər üçün duacı qərar versin inşallah. Həqiqətin yolunun rəhnuması Qur'andır. Yol axtaran bəşərin müqtədası Qur'andır. Təriq-i mərifətin məcməül məarifidir. Xuday ləm yəzəlin kimyası Qur'andır. Var idi möcüzəgər bir əsası Musanın, Muhammedin əlinin xoş əsası Qur'andır. Verərdi Həzrəti İsa mərizə ab-i şifa, verərdi Həzrəti İsa mərizə ab-i şifa, Nəbiyyü Əkrəmin ab-i şifası Qur'andır. Əgərçə xoşdur gözə, çəkmə rəngi qəffari, vəli sənin gözünün tutiyası Qur'andır. Biz neçə illərdir Qarabağ həsrəti ilə ki yaşayırdıq. Bu igidlərimiz Məzdək və Məzdək kimi neçə igidlərimizin sayəsində həm başı dik gəzirik, həm Azərbaycanda, həm Azərbaycandan kənarda. Bu həqiqətən belədir. Neçə illərdir səfərlərdə olurdum və həqiqətən bu Qarabağ müharibəsindən bizə zəfər qazandıran 44 günlük müharibədən sonra başqa millətlərin yanında insan həqiqətən tam bir fərqli ruhla, fərqli bir hal ilə gəzir. Biz bugün də bura cəm olmuşuqsa, evlərimizdə, balalarımızla, ailəmizlə sağ, salim vaxt keçiririksə, hər biri bizim şəhidlərimizin bizim boynumuzda qoyduğu haqq üstündədir. Allah hər birinin ruhunu şad eləsin. Allah düşmənlə üzbəüz duran hazırda əskərlərimiz var. Düşmənlə üzbəüz duran zabitlərimiz var. Allah onları yerin göyün bəlasından hifz eləsin. Allah onları düşmən gülləsindən, düşmən hiləsindən amanda saxlasın. Belə bir söz var. Hər məclisimiz, hər toplantımız Allah kəlamı ilə olsa, o yerə Allahın özünün nəzəri olar. İnşallah dəyərli ruhanimiz də burada iştirak edir. Hacı, Qur'anı oxuyarsınız Allahın izni ilə. Mən inşallah əzizimizdən rica eləyəcəm. Bir neçə dəqiqə Qur'an səsləndirsin Allahın izni ilə. Çün mən hacıdan da elə icazə alıram və bu sözü ilə hacının da dilindən deyirəm ki, oxunan Qur'anı hədiyyə eləyək bizim Məzdək qardaşımızın və eləcə də onun timsalında bu vətən torpağı üçün, Azərbaycanımız üçün fərq etməz 44 günlük müharibə. 1-ci Qarabağ müharibəsində, 20 yanvarda, Xocalıda, aprel döyüşlərində və ara sıra biz nə qədər eşidirdik, şükür son zamanlarda çox az olur. Demək olar ki, olmur, amma müharibədən öncə nə qədər eşidirdik, hər ay cəbhələrdə bir əskər, iki əskər şəhid olur.
cəmi bu torpaqların şəhidlərinin ruhlarına hədiyyə eləyək və cəmi Peyğəmbər ümmətinin şəhidlərinin ruhlarına hədiyyə eləyək. İnşallah, Hacıcan, sizi dəvət edeyim, ya mən mikrofonu ora gətirim, necə istəsəz o cür eləyək inşallah. Buradan oxusaz daha gözəl olar, rica edirəm. Allah sizdən razı olsun, Allah qəbul eləsin. Şeytanirracim. Bismillahirrahmanirrahim. Âmenel Rasûlü bimâ unzile ileyhi min Rabbih. Âmene billahi ve melâiketihi ve kutubihi ve rusulihi la nufarriqu beyne ahadin min rusulihi. Sami'na ve ata'na غفرانك ربنا وإليك المصير لا يكلف الله نفسا إلا وسعها لها ما كسبت وعليها ما اكتسبت ربنا لا تؤاخذنا إن نسينا أو أخطأنا ربنا ولا تحمل علينا إصرا كما حملته على الذين من قبلنا واعف عنا واغفر لنا وارحمنا واعف عنا واغفر لنا وارحمنا أنت مولانا فانصرنا على القوم الكافرين صدق الله العلي العظيم اللهم صل وسلم وزد وبارك على رسول الله وآله الأطهار على رسول الله وآله الأطهار. Hacı kardeşimiz buyurduğu kimi okuduğumuz Suriye Şərifin ayələrinin savabını ümumən şəhidlərimizin ruhları haqqında hədiyyə edərik. Qurbətən ilallah. Allahümme belli ve ahsil tilavetil suretil mübareketil şerifetin nazila evvela ile rivahil cemil enbiyai vel evliyai vel şuhadai vel mursalin velhamdülillahi rabbil alemin. Amin ya ilahel alemin. اللهم اغفر للمؤمنين والمؤمنات والمسلمين والمسلمات الأحياء منهم والأموات إلى روح المرحوم المغفور المعلومين وبحق محمد سورة المباركة cemi şehitlerimizin ruhları şad ey bağışlayan Allah ve bil Fatiha ma'as selamat. Bismillahirrahmanirrahim.
لم يلد ولم يولد. Allahümme salli ala Muhammed. İlə rəhmətillahi Teala. Allah cəmi şəhidlərimizi qəriqi rəhmət eləsin, şəhidlərimizin ruhların bizlərə duası qərar versin. Allah hamımızdan razı olsun. Allah bütün şəhidlərimizin valideynlərinə səbr etsin. Allah razı olsun. Çox sağ olun. Allah oxunan Qur'anı ali dərəcədə qəbul eləsin. Ey üzü qan, bədənin hər tərəfi yarə şəhid. Yetmisən bəzm-i vüsalə, baxasan yarə şəhid. Bu necə məclisi irfan, bu necə məclisi yar, ki baxır, şovq ilə ol həzrəti dadarə şəhid. Götürər əl elə zənn eyləmə sevdasından atalar narə və yaxud çəkələr darə şəhid. Həzrəti İbrahim o vaxtı ki onu odun içinə atırdılar. Cəmaat ətrafdan baxdı ki, görəsən odun içinə düşdükcə nə deyəcək? Əziz şəhid anaları gördülər Həzrəti İbrahim dilinin altında elə yalnız deyərdi La ilahə illallah, Allahu Ekber, Bismillah, Subhanallah zikirləri ilə çün bilirdi Allahına tərəf gedir. Ben bunu niyə deyirəm? Çün bizim neçə kadrlardan görmüşük, videolardan görmüşük və şəhidlərimizin şahidləri var. Qazi qardaşlarımız danışırlar ki, o əskərlərimiz, məzdək kimi igidlərimiz də o odun, alovun içinə, mərminin, güllənin qarşısına gedəndə zikirlərlə gedirdilər, Allahu Ekber deyirdilər, Ya Muhammed, Ya Əli deyirdilər. Götürər, əl elə zənn eyləmə sevdasından, çəkələr darə və yaxud atalar narə şəhid. Ləbləri teşnə oruc xal, axır qan yaradan. Ləbləri teşnə oruc xalda axır qan yaradan, içməyir su, baxa teşnə şəxr rüxsarə şəhid. Şühəda güldür, şühəda güldür, öz əli ilə onu Allah becərir. Bizim həqiqətən neçə dostlarımız var idi. Biz onun sağlığında yoldaşlığımız var idi, tanıyırdıq, bilirdik, amma hardan bilərdik ki, o Allah dostudur. Çün ayəsində də, Qur'anında da Allah buyurur ki, onlar mənim dostlarımdır. İnsanlar arasında gəzən dostlarımdır. Vaxt olar mən dostlarımı öz yanıma çəkərəm. Biz bilsəydik ki, misal, məzdək tanımamışıq, onun məqamı uca olub, biz günahkar bəndə. Bilsəydik məzdək və məzdək kimi oğlanlar Allah dostudur, demirəm onun əlindən öpərdik, ayağından öpərdik, yox, elə ayağın qoyduğu torpağı öpsəydik də bizim üçün məqamı idi. Şühəda güldür, onu Allah öz əli ilə becərib, belə təqdim eləyir Seyyid-i Salarə şəhid. Belə təqdim eləyir Seyyid-i Salarə şəhid. Ey vətən qurbanları, ey vətən qurbanları, bizdən salam olsun sənə. Cəbhənin aslanları, bizdən salam olsun sizə. İnşallah əziz qonaqlarımız buradadır, neçə dostlarımız, əzizlərimiz, neçə dəyərli ziyalılarımız burada iştirak edirlər, qəbr üstündə ziyarət elədilər. Onların da inşallah sözləri olacaq, amma şəhid analarının bəzən biz əhl-i beyt məddahlarından əmri olur, istəkləri olur, o istəkləri biz yerə də sala bilmərik. Neçə ildir bu şəhid məclislərində Allah bizim boynumuza minnət qoyub. Mən olmasam yenə də şəhid məclisi keçəcək. Allah bunu mənim boynuma minnət qoyub. Allah mənə lütf edib ki, şəhidin heç olmasa bu cür xidmətində dururam. Allah bunları bizdən qəbul eləsin. Bir ifanı səsləndirərəm. Ondan sonra qonaqlarımıza inşallah söz verərik. Cəmi şəhidlərimizin ruhun şad eləsin inşallah. Şəhidlər sərvəri İmam Hüseynə qonaq eləsin. Qanyaşlar Zəhraya min dəryadır, yenə şərəfli pərçəmin
nefesleri kesti aziz Fatıma. Yine şerefli perçemin asdi aziz Fatıma. Bu hasretin nefesleri kesti aziz Fatıma. Kalbimiz darlıktır, olsa halı devrimi dübara kaş yürek bilir. Ağlayak doyunca göz yaşın altı guşe devri silek biz. Yüzbeyüz haremde sinelerde edep'le sesli ekleyek biz. Allah hər birinin məkanın cənnət eləsin. Neçə qeyd eləmişdim, qonaqlarımız iştirak edirlər burada. Onların içində dəyərlimiz, mayorumuz burada iştirak edir. Mayor İlham Şəbiyev. Mən istəyirəm əzizimizi dəvət edeyim. Bundan sonra yenə də qonaqlarımıza söz verirlər və bir daha mən də qeyd eləmək istəyirəm ki, bu Qaradağ Şadlıq Sarayının rəhbərliyi ki var, bizim həqiqi dostlarımızdır, Nizami müəllim. Allah onların hər birindən razı olsun ki, onlar da şəhidlərimizin məclislərində təmənnasız canları ilə, malları ilə hər cür xidmət edirlər və Nizami müəllim və onun heyəti, onun işçiləri burada afsiyant qardaşlarımdan tutmuş, bizim səs rejissorumuz zəhmətimizi çəkir. Allah hər birinizdən qəbul eləsin. Buyurun müəllim. Çox sağ olun. Salamlayıram mən də bütün tədbir iştirakçılarını. Bugün Vətən müharibəsində qəhrəmanlıq göstərmiş şəhidimiz Eyvazlı Məzdəkin cənnətdəki ad günüdür. Mən bu münasibətlə bütün şəhid rahat uyuyun, əziz qardaşım. Bugün Vətən müharibəsinin başlanmasının bu il biz 5-ci il dönümü qeyd edəcəyik, Allah qoysa. Bu böyük zəfər münasibətilə inşallah 8 noyabr qarşıdan gəlir. Bütün Azərbaycan xalqını təbrik edirəm. Şəhid ailələri salamlayıram, şəhid analara, şəhid atalarını, bu tədbiri təşkil edənlərə öz minnətdarlığımı bildirirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizi, veteranlarımızı
Allah qorusun. Biz şəhidlərimizin sayəsində biz böyük qurtuluşa nail olduq. 8 noyabr günü yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyirəm. 20 sentyabr suverenimizin bərpası günü yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Allah Cənab Ali Başkomandanımıza can sağlığı versin. Azərbaycan xalqı Cənab Ali Başkomandanın dəmir yumruq nəzarətində sıx birləşdi. Torpaqlarımızın azad olundu. Ərazi bütövlüyümüz tam bərpa olundu. Suverenliyimiz bərpa olundu. Şəhid analarına minnətdaram ki, belə qəhrəman övladlar tərbiyələndiriblər öz qanları ilə, canları ilə bizim vətənimiz üçün. Mən şəhid anaların icazə versəniz, yaxınlaşıb onların masasına. Əziz analar, sizi salamlayıram. Mən sizə minnətdaram ki, belə qəhrəman övladlar tərbiyələndiribsiniz bizim vətənimiz üçün. Sizin burada əziyyətiniz çox böyükdür, öz qanınızla, canınızla onlara vətən sevməyi, ana torpaq sevməyi öyrədibsiniz. Onlar vətən müharibəsində, qəhrəmanlıqsına, Azərbaycanın müstəqil bayrağının dalğalanması uğrunda canlarından keçdilər və bizə bütün vətən əmanət etdilər. İnşallah bizim müstəqilliyimiz, suverenliyimiz əbədi olsun. Səni görməyim qəmkin, sanki ağladı küstüm. Var mı bilən desən ki, sənin oğlundan üstün. Sənin o şəhid balan, oldu oban verin, qarşısını olan düşməndən gələn senin. Elə böyüdür oğul, düşməni çöktürdük biz, etdi onu nökər qul, yazdı tarix bu iz. Gülsüz əcrad alalman, oğlu üstə məzarın, sanki deyir o balan, uzaqla məni sarın. Sənin kökün var soyun, dimrə oxu uzadan, var mı deyən var qoyun, ana vətən doğmadan. Aldı boynuna Allah, səndən artıq o istər, çəkmə və çəkmə, ana məzarı üstər. Sənin o şəhid balan, geyri var yapar kəfən, ondan yadigar qalan, azad torpağı vətən. Ölmür şəhid ana, bu yaraban deyir, vətənimə qurbanam, göz açıb baxan deyir. Allah şəhidlərimizə rəhmət edesin, qazilərimizə, veteranlarımıza can sağlar ederim. Çox sağ olun. Halımızda səmi əskərlərimizi, zabitlərimizi düşmən gülləsindən, hiləsindən amanda saxlasın inşallah. Qonaqlarımızın içində mən dəvət edəcəm şəhid ailələrinə, İctimai Birliyinin müavini Koroğlu İsmailov burada iştirak edir Allahın izni ilə. Və Yavuz müəllim buradadır. Yavuz Rəsulov. Onun əziyyət çəkdi. Bugün bizim ən o yaralı qaysaq qoymuş yaralarımızın biridir. Ya Rabbim, ya Resulallah, sen bu balalara rəhm elə. Bu balaların elə bir günlərini görmüşük ki, özümüz də onlarla beraber əziyyət çəkmişik. Analar, atalar, bütün bu Qaradağ rayonu, Qaradağa dağ çəkilən kimi bu Qarabağ uğrunda Qaradağa dağ çəkildi. Gör bizim Respublika nə qədir Qaradağı sevən, bu rayonu sevirsə bizim hərbi qərargahımız Qaradağda qurulur. Niyə başqa rayonlarda qurulmurdu? Ona görə ki, bu rayon ən sevib belə hərbidə birinci gedən yiğitlərdən olur. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bizim üçün fərqi yoxdur. Ya bura şəhidi, ya ora şəhidi, ya o rayon. 14 rayonumuzun, 14 rayonun şəhidlərini Allah hamısına rəhmət eləsin. Böyün analarım, deyir, əzizlərim, şəhidlərim, adınıza qurban olun. Qan naxışlı yerinizə, göyünüzə qurban olun. İnsafdır mı? Dillər susa. Mərd asıla, namərd asa, nə oldu ki döndü yasa? Toyunuza qurban olun. Onların, evlilərin Allah'tan arzu edirəm, balalarının toyu burada keçsin. Bura bizim böyün şadlıq ev olsa da bir ziyarətgahımızdır. Qoy onların balası burada toylarını eləsin. Cavanların, şəhid ailələrimizin hamısının ruhu şad olsun. Onlar, analar, onu bilin ki, deyir,
anadan oğullar söylüyor ki, ne desen yaradır bu günleri, bizim Qarabağı sizi kimi analar, sizi kimi atalar azad elədi. Çünkü onlar sizden, elə bir analar var ki, benim bacılarım, benim kardeşlerim, o balasıyla öpüşüp, balasının alnından öpmeyip o müharibəyə gönderdi. Gələndə də tabutda balasını qarşıladı. Dərd bu dərddir. Bu günləri onlar gördüler, bugün bu əziyyətləri onlar çəkdilər. İndi bugün balamızın baxır üzümüzə, elə bilirsən ki, ey fələk, başqa üzülü yerlərində də gedirik də, baxırsan ki, hərəsi bir tərəfə baxır, amma şəhidimiz üzü bəli gözün tüküb bizə ki, mənim anam, atam görəsən nə dərd çəkir. Amma oğul bala, sənin anam, atam sizdən fəxr eləyib, bütün Azərbaycanın bir şirin balası, qəhrəman oğlu, mərd oğlu kimi biz sizdən fəxr edirik. Həmişə də eləyəcək, heç mədə də yaddan çıxmaz bir oğullardan birisiniz. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin, veteranlarımızdaki gənədələ veteran kimi prezidentimizin arxasında, kürəyində duran kimi durub iştirakımızı da eləyəcək. Onlar kimdir ki biz onlardan qorxaq? Həmişə də biz kişi kimi o dəmir yumruq altında qalıb hamısından iştirak eləyəcək. Allah şəhidlərimizə rəhmət eləsin. Analarım, mən sizdən həmişə fəxr eləmişəm, fəxr eləyəcəm də, özüm də daxili qoşunda o müharibənin ağır günlərini görmüşəm. Bu günləri də Tahir müəllimin xahişi ilə biz özümüz bu məclislərdə iştirak edib öz dərdimizi deyirik. Allah bütün anaları, ataları səbir versin. Qoy onlar həmişə balaları ilə fəxr eləsin. Çünki onlar fəxr eləməli oğlandılar. Allah şəhidlərimizə rəhmət eləsin. Eyvallah. Allah sizdən razı olsun mənim. Təşəkkür edirəm dəyərli sözlərinizə görə minnətdaram. Şəhidimizin haqqında olan videodur. Amma mən istəyirəm şəhid analarımızın xüsusən bir istəyi olub ki, bizim burada bilmirəm iştirak edir yoxsa yox, Ağamuradov Vali bizim əzizimizdir, dostumuzdur, qardaşımızdır. Həmişə şəhid ailələrinin yanında olub, şəhid analarına diqqəti ilə, xidməti ilə seçilən əziz qardaşımızdır. İstəyirik ona təşəkkür eləyək. Allah xidmətlərini qəbul eləsin. Ey şəhid, ey şəhid, ey ayə-i Qur'an, salam olsun sənə. Şəhid, ey ayə-i Qur'an, salam olsun sənə. Hak yolunda qanuna qalxan, salam olsun sənə. Ey verən can dini üstə bizlərə mehman olan, ey verən can dini üstə bizlərə mehman olan, şək yoxumdur Fatıma övladına həmdəm olan, can şirinindən keçib Peyğəmbərə həm can olan, səhv çəkib gözlər yolun hura, salam olsun sənə ey şəhid, ey ayə-i Qur'an, salam olsun sənə. Ey verən toprağın üstə bir gözəl candan keçən, ey vətən əmrinə torpaq yolunda qan verən, Kərbəla eşqi ilə ya Rəb, ya Əli zikr edən, qanın axdı torpağa qardaş, salam olsun sənə. Xoş gəlib ey cəbhələrdə can verən yorğun şəhid, analar ağlar sənə, cümlə olub madər şəhid. Gəldi tabutun bizə, gözlər qalıb səndə, şəhid biz olaq ya Rəbə qurban, salam olsun sənə ey şəhid, ey ayə-i Qur'an, salam olsun sənə ey şəhid, ey ayə-i Qur'an, salam olsun sənə. Şəhidimiz Eyvazlı Məzdək 26 fevral 1996-cı ildə Bakı şəhərində anadan olub.
İstədim haqqında bir məlumatı da verək igidimizi. Şükür olsun Allaha ki tanıyırıq, bilirik, amma yenə də nə qədər təkrar eləsək, nə qədər tanısaq və illər ötdükcə gələn nəsillərə keçirsək bunu gözəl olar inşallah. Məzdək Eyvazlı 26 fevral 1996-cı ildə Bakı şəhərində anadan olub. 2002-ci ildə Lökvatan qəsəbəsində yerləşən 288 saylı məktəbin 1-ci sinifə daxil olub və 2013-cü ildə həmin məktəbi bitirib. Həmin ilin Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olmuşdu ki, mən bilirəm, universitetdən də gələn qonaqlarımız var, əzizlərimiz var, hər birini də salamlayırıq. 2017-ci ildə universiteti bitirmiş və Gədəbəydə hərbi xidmətdə yollanmışdır. 2018-2019-cu illərdə hərbi xidmətini tamam etdikdən sonra Azərsu Açıq Səhmdar Cəmiyyətində işləməyə başlamışdır. 2020-ci ilin iyul ayında baş verən Tovuz döyüşlərindən sonra elan edilən səfərbərlikdən sonra səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin rayon üzrə ünvanına yaxınlaşmış və könüllü olaraq müharibəyə getməyini istəyini bildirmişdir və 21 sentyabr 2021-ci ildə səfərbər olunmuşdur. Azərbaycan ordusunun əskəri olan Məzdək Eyvazlı sentyabrın 27-sində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğal altında olan ərazilərinin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan vətən müharibəsində könüllü olaraq iştirak etmişdir. Xocavəndin, Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuş Məzdək Eyvazlı 29 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərərək şəhidlik zirvəsinə ucalmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirib. Və bunun üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15-12-2020-ci illər tarixli sərəncamına əsasən Məzdək Eyvazlı ölümündən sonra vətən uğrunda medalı ilə təltif olunmuşdur. Allah şəhidimizin ruhunu şad eləsin, şəhidimizin igidliyi bir neçə dəqiqə onu tanıtmaqla kifayətlənməz, vaxtımız da yetməz, amma süfrəyə ehsan gəlib, təam gəlib, yavaş-yavaş o ehsandan da istifadə eləyək və şəhidimizin şəkilləri, video rolikləri orada gedir, ona da baxarıq inşallah. Allah şəhidimizin ruhunu şad eləsin, inşallah buyuraq, bismillah eləyək.